Salam, hər vaxtınız xeyir olsun. 2-ci sinif zaman yayımlarının təşkil etdiyi ödənişsiz qış tətili tapşırıqlarının izahını verirəm. Başlayaq. Çalışma 1. Aşağıdakı izahlar verilmiş sözləri tapıb boş xanaya yazın. Yağışda və günəşli havada istifadə olunan əldə tutulan əşya əlbəttə ki, nədir? Çətir. Ucundan qarmaq olur, balıq tutmaq üçün istifadə olunur. Əlbəttə, tilov. Bir-birinə bağlanmış bir neçə vaqondan ibarət olan reyslər üzərində hərəkət edən nəqliyyat vasitəsidir. Əlbəttə ki, qatar. Növbəti sual. Verilmiş izahların nömrəsinə uyğun gələn sözləri qarşısında yazın. Yazı yazmaq, şəkil çəkmək üçün istifadə olunan mürəkkəbli vasitə əlbəttə ki, qələm. Yəni, qələmə 1 yazırıq. İnformasiya, biliyi əldə etmək üçün istifadə olunan sözlər və şəkillər toplusu kitab. Yəni, 2 yazırıq. Yazı yazmaq, qeydlər aparmaq üçün istifadə olunan vasitə, yəni dəftər. 3-cü. Qarşısına 3 yazırıq. Deyir, verilmiş izahlara uyğun şəkillərlə birləşdirin. Sarı rəngli turş dadlı sitrus meyvəsi, limon, yumşaq tüklü qabığı olan dadlı, şirin və ətirli meyvə, əlbəttə ki, şaftalı, iri yaşıl qabıqlı, içi qırmızı, şirin olan gilə meyvə, əlbəttə ki, qarpız. Növbəti sual. Aşağıdakı şəkillərə əsasən adlarında qalın və incə sahiblərin hər ikisi iştirak etmiş şəkilləri dairəyalaq. Məsələn, uşaqlar, birinci şəkil kəmərdir. Kəmərdəki sahiblər nədir? İncədir. Bizə lazım deyil. Limon. Limonda hansı sahiblər var? İ, incə, o, qalın var. Bizə də qalın və incə olanlar varsa dairəlamalıyıq. Burada nədir? 3 bucaq. 3 bucaqda nə var? Həm qalın, həm incə var. Elə onda işarə. Burada nədir? Mişar. Mişar sözündə də i incə, a qalındır. Burada da var. Sonra fındıq sözündə də bütün sahiblər qalındır deyə lazım deyil. Radio sözündə uşaqlar baxın, a qalın, i incə, o qalın. Elə bunda dairə alırıq. Balta sözündəki sahiblərimiz a qalındır, lazım deyil. Günə baxan sözündə isə həm qalın, a, həm də incə sahib var. Yəni bunu da dairəyə alırıq. Keçək növbəti suala, çalışma 5. Nənəmin bişirdiyi çörəyin ətrifi bürünmüş düzməsi nöqtələri ilə hansı söz əlavə etsək, cümlədə olan incə sahiblərin ahəngi pozulmaz. Baxın, nənəmin incə, bişirdiyi incə, çörəyin, ətri, evi bürünmüşdür. Baxırıq ki, hamısı incə sahibli sözlərdir və ahəng qana tabi. Dadlı sözünü yaza bilmərik, şirin sözünü yazarıq. Çünki şirin, incə sahiblərin ahəngi gözlənilmişdir. Çalışma 6 uşaqlar. Təbaşir sözündə a yoxsa ə? Əlbəttə ki, a. Şərf sözündə ə, həşərat sözündə ə, həyəcanda ə, qəhrəmanda ə, xəstəxana ə, nəqarat ə. Yəni, bunları dəfələrlə təkrar etmişik. Növbəti sualımız, indi gəldik testlərə. Deyir ki, məktəb sözünün izahı hansı variantda düzgün verilmişdir? İnsanın doğulduğu yer, xeyr, elm ocağı, təhsil müəssisəsi, bəli, təsərrüfat sahəsi, tamaşaların göstərdiyi mədəniyyət müəssisəsi, o teatrdır. Yəni, bu daxil deyil. İkinci sual, aşağıdakı sözlərin hansında yalnız qalın sahiblər işlənmişdir? Babək sözündə a qalın, ə incə lazım deyil. Çünki mənə deyir ki, yalnız qalın sahib olsun. Dəniz sözündə ə yalnız incədir. Coşqu sözündə o, u yalnız qalındır. Elə hansı variantdır? B variant. Ədalətdə də həm qalın, həm də incə var. Deməli, qələmi açanda səsim bağlı qaldı. Buraya baxın, hansı şəklin adında yalnız incə sahiblər işlənmişdir? Baxın, qartal. A yalnız qalındır. Para, büzən. Həm incə var, həm qalın var. Lazım deyil. Keçi, e və i. Yalnız incə, B variantı. Ceyran, a və e. Həm incə, həm qalın var. Lazım deyil. İndi uşaqlar 4-cü sual. Deyir, 3 hecalı sözlərin hansında qalın və incə sahiblərin bircə işlənmişdir? Baxın, əvvəlcə görüm 3 hecalılar hansıdır? Dərya, ə, 2 sahib var, 2 hecalıdır. Al, balı, 3 dənə hecalı saxlayıram. Paraşüt, a, ü, 3 dənə sahib var, 3 hecalı saxlayıram.
Qarğıdalı A, I, A, I 4 dənə sayt varsa 4 dənə hecə var. Bu da lazım deyil. Qalıram A ilə B-nin arasında. İndi həm qalın olsun, həm incə olsun. Albalı sözündə hamısı qalındır. Elə B variantı. Həm qalın var, həm də incə var. Sonra 5-ci sual bayaq səsin bağlı qalanı izah eləmişdim, amma yenə izah eləyəcəm. Aşağılar burada bütün saytlar qalın saytlıdır deyir. Bax A variantında həm qalın var, həm incə. B variantında hamısı incədir. C variantında həm qalın söz var, həm də incə sayt. Amma D-yə baxın, baba, bazardan, yaşıl, alma aldı. Hamısında yalnız qalın var. Elə D variantıdır. Yəni D variantı uşaqlar. Sonra 6-cı sual. Hekayə sözündə qalın və incə saytların sayını tapın. Ə 2 dənə incə, bir dənə də qalın. Yəni A variantı. 7-ci sual hansı sözün yazışı səhvdir? Baxın, təbaşir düz yazıb. Həyəcan düz yazıb. Ə. Bibər düz yazıb. Amma qəhrəmanda A deyil də Ə olmalı idi. Yəni C variantı. Sonra 8-ci sual. Hansı şəklin adındakı bütün saytlar dodaqlanandır? Ananas. Heç biri dodaqlanmır, lazım deyil. Üzüm. Baxın, ü. Hamısı da dodaqlanır. Elə B variantı. Bu nədir? Portağal. Portağal. Burada aşağılar deyir, bütün saytlər nə olsun ki o dodaqlanır. Amma yerdə qalanlar dodaqlanmır axı. Ona görə C-ni götürmürsən. Limon sözündə də yenə həm dodaqlanan var, həm də dodaqlanmayan var. Ona görə də götürmürsən. Çünki bizə hamısı dodaqlanan lazımdır. Keçək növbəti səhifəyə. Deyir, şəkillərə diqqət edin. Hansı şəkillərin adında ahəng qanunu pozulmayıb? Düzgün cavabları dairəyə alın. Yəni, pozulmayan istəyir. Əlcək sözündə ahəng qanunu pozulub bu? Xeyr. Ona görə də onu dairəyə alıram. Çətir sözündə ahəng qanunu pozulub bu? Xeyr. Çünki hamısı incədir. İncə sahətlər gözlənib dairəyə alırıq. Dairə sözündə həm qalın, həm incə var. Ona görə lazım deyil. Təyyarə sözündə həm qalın var, həm incə var. Ahəng qanunu pozulub, lazım deyil. Çanta sözündə hamısı qalındır. Qalın sahətlərin ahəngi gözlənib, lazımdır. Velosiped. Baxın, həm incə var, həm qalın var. Bu da gözlənilməyib. Toz, soran. Hamısı qalındır. Yəni, burada da gözlənilib. Hansı şəkillər oldu? Əlcək, çətir, çanta, toz, soran. Sonra çalışma 3. Deyir ki, cümlənin bütün sözlər ahəng qanuna tabedirsə bu işarəni, tabe deyilsə bu işarəni. Baxın, bu bir hecalara baxmırıq. Çünki onlar nə tabedir, nə də tabe deyil. Dostlarımla görüşüm var. Görürəm ki, buradakı sözlərin hamısı ahəng qanuna tabedir. Xəyyam tabe deyil. Bağçaya deyir, bütün sözlər ahəng qanuna. Hə, bütün sözlər ahəng qanuna tabedirsə, burada artıq xəyyam sözü tabe deyil. Ona görə bu cümlə artıq pozuldu. Yəni, cümlənin tərkibindəki bütün sözlər ahəng qanuna tabe olmalı idi. Aysel, burada da pozuldu. Təzə aldı dipçəkləri, bax, burada da pozulub. Ona görə də buna bu işarə. Bacım tenis oynamağı çox sevir. Burada artıq hamısı tabedirlər öz daxilində. Ona görə buna da bu işarəni qoyuruq. Sonra uşaqlar çalışma 3. Deyir, ahəng qanunu pozulmuş sözləri cədvəldə tapın və rəhləyin. Baxaq. Baxın, burada nə var, nə görə bilərik? Burada görürük, bir dəqiqə. Burada ahəng qanunu pozulmuş sözləri seçirik. Var, məsələn, leysan. Ahəng qanuna tabe deyil, pozulub, yəni sonra suiti var. Daha sonra uşaqlar, burada var suiti. Sonra başqa hansı söz görürük burada? Baxın, kitab sözü ahəng qanuna tabe deyil, pozulub. Var, məsələn, burada baxın, bu qazan sözü var, ütü sözü var, sonra digər təmiz sözü var. Onlar ahəng qanuna tabedir. Bizə pozulanlar lazım. Pozulan da leysan tapdıq, suiti tapdıq, kitab tapdıq. Yəni, həmin o sözlərdir ki, ahəng qanunu pozulub.
Sonra keçək yenə test 2-yə. Deyir, aşağıdakı sözlərdən hansında incə və dodaqlanmayan sahiblər işlənib? İncə olsun, dodaqlanmayan olsun, qalındır, dodaqlanır, incədir, dodaqlanmırdır, elə B variantı. Böcək dodaqlanır, amma incədir. Bizə hər ikisi lazım idi. Öküzdə də incədir, dodaqlanır. Bizə incə olub dodaqlanmayan lazımdır. Hansı sözdə qalın və incə sahiblərin hər ikisi iştirak etmişdir? Elə A variantı. Həm incə var, həm qalın. Kərpicdə yalnız incə, corabda yalnız qalın, yağlı sözündə də yalnız qalın. Deyir, aşağıdakı sözlərdən hansında ahəng qanunu pozulmuşdur? Baxın, vətən hamısı incədir, gözlənilib. Yarasa hamısı qalındır, gözlənilib. Eybəcər hamısı incədir, gözlənilib. Kainatda həm incə var, həm qalın. Elə D variantı. Verilən variantların hansında bütün sözlər ahəng qanuna tabedir? Ana gözlənilib, yorğun gözlənilib, ictimaidə gözlənilməyib. Ona görə A deyil. Dülgərdə incədir, alimdə baxın həm qalın var, həm incə. Ona görə bu da ödəmir. Deyir ki, bütün sözlər tabe olsun. Gözəldə ödəyib, lüğətdə ödəyib, qonşuda ödəyib. Elə B variantı. Düymədə, ordu, mövzuda baxın incə və qalın var, ödəməyib. Elə B variantı. Deyir, neçə sözdə ahəng qanunu pozulmuşdur? Vətən, xeyr. Nazlı, xeyr. Qalın da hamısı tabedir. Televizor sözündə həm incə var, həm də qalın var. Elə biri televizor. Radioda həm incə var, həm qalın var. Biri radio. Çobudda xeyr, hamısı qalındır. Göyərçində hamısı incədir. Cəsurda həm incə var, həm qalın. Elə 3 dənə söz. Yəni B variantı. Gül sözünə aşağıdakı hansı şəkil üçün əlavə etsək, yaranmış söz ahəng qanuna tabe olmaz. Bax, gülçü incədir, bu da incədir. Tabe olar. Gülmək, bax, ü də incədir, ə də incədir. Bu da tabe olar. Güldan, gördün, ü incədir, a qalındır. Bunu artırsam, ahəng qanuna tabe olmaz. Bir incə olar, bir qalın. Güllü sözündə də yenə ü də incədir, ü də incədir. Yəni onda tabe olar. Bizə olmayan lazım idi. Sonra 7-ci uşaqlar, 7-ci sual. Aşağıdakı sözlərdən hansında t samiti d kimi təfsir olunur? Bax, otaq x kimi olur. T da dəyişmir. İsti, elə B variantı. Kainatda olduğu kimi, yataqda da olduğu kimi. Elə B variantında t, d olur. Hansı variantda tısbağa sözü sətirdən sətrə düzgün keçirilib? Aşağılar, bir sətirdən sətrə keçirəndə əvvəlcə onu hecə yarmasan. Tısbağa. Bunu istəsən keçə bilərsən. Tısbağa şəklində. İstəsən keçə bilərsən. Tısbağa şəklində. İndi baxın. Tısbağa. Belə də keçə bilərsən. Daha sonra aşağılar. Görsən, bunlarda uyğun belə saxlamaq olmaz. Belə saxlamaq olmaz. Belə saxlamaq olmaz. Düzgün keçirilmə formalarını da aşağıda qeyd elədim. Elə A variantı. Sonra deyir, cədvəlin verilmiş sözləri cədvələ uyğun qruplaşdırın. Baxın, həm qalın olsun, həm dodaqlanan olsun. Kobud sözünü buraya yazırıq. Sonra söhbət sözü həm incə var, həm də dodaqlanmayan. Həm incə var, həm dodaqlanmayan. Elə söhbəti yazarsan bura. Həm incədən, həm də dodaqlanmayan. Ürək sözünü də yenə yaza bilərsən. Sonra ərik sözünü də yaza bilərsən. Ərik xeyr, ərik hə, olar. Ərik həm incə var, həm dodaqlanmayan var. Gəzintidə həm incə var, həm də dodaqlanmayan. Eynəkdə incə var, dodaqlanmayan. Qapı sözündə qalındır, amma dodaqlanan sait lazımdır. Bunu heç götürmürəm, bunu heç yana yazmayacağım. Çünki həm qalın olmalı, həm dodaqlanan. Uğur sözünü bax götürürəm. Yəni ki, yazırıq ora uğur. Sonra uşaqlar, əyləncə sözündə incədir, dodaqlanmayan var. Burada yaza bilərsiniz onu, əyləncə. Sonra qoyun sözü qalındır, dodaqlanandır. Elə buraya yaza bilirsən. Sonra balıq sözü qalın olsa da, amma dodaqlanan yoxdur deyə heç elə yazmırsan. Üzük sözündə də incədir, dodaqlanmayan lazımdır. Amma burada hamısı dodaqlanan deyə bunu da yazmırıq. Belə. Sonra çalışma 2. Deyir, nöqtələrin yeni uyğun gələn samiti yazın. T yoxsa D. Taxta, dəftər, asta,
xəstə, redaktor, dost, həftə, şaftalı, səbət. Sonra verilmiş şəkillərə uyğun əlamətləri sözlərlə yaz. Buna yaza bilərik acı, qırmızı. Mən qısa yazdım, siz yazarsınız. Sonra hündür, sarı, buna yaza bilərsiniz sarı və sairə digər əlamətlərini yaza bilərsiniz. Sonra dördüncü deyir ki, aşağıdakı sözlərin əksilməlidir. İsti, soyuq, zəif, güclü, böyük, kiçik, oturmaq, durmaq, gülmək, ağlamaq. Nə gün də yazdım. İnşallah başa düşərsiniz. Küsmək, barışmaq, düz, səhv, dərin, dayaz, qısa, uzun. Belə uşaqlar, keçək növbəti səhifəyə. Deyir, verilən şəkilləri əlamətlərinə görə qruplaşdırın. Ətirlidir, çiçək. Ay, hara çəkdim ətirli deyib. Ətirlidir, çiçək. Şirindir, şokolad. Yaşıldır, xiyar. Sonra çalışma 6. Deyir, aşağıdakı cümlələrdən hansılarda əlamət bildirən söz işləmişsə qarşısında. Uşaqlar həyətdə oynayır, xeyr. Atamın aldığı narıncı don. Bax, əlamətini göstərir. Əlamətini deyir. Həyətimizdə dərin quyu var. Necə quyu var? Dərin quyu var. O da əlamətini göstərir. Məktəblər ekskursiyaya getdilər. Burada da yoxdur. Sonra uşaqlar 7-ci sual. Deyir, böyük qardaşım yarışda qalib oldu. Yuxarıdakı cümlədə altından xətt çəkilmiş əksilməyənə böyüyün əksi dedik ki, kiçik. Sonra keçək növbəti səhifəyə. Deyir, aşağıdakı sözlərdən neçəsini sətirdən sətrə keçirmək olmaz. Stolu keçirmək olmaz. Elanı keçirmək olmaz. Ayını keçirmək olmaz. Neçəsini keçirmək olmadı? 3 dənəsi. Elə variant. Hansı şəklin adını sətirdən sətrə keçirmək olmaz? Aşağılar elə ilan. Bax bunu. C variant. Qalanını keçirdə bilərik. Hansı variantda hər iki söz sətirdən sətrə səhv keçirilib? Baxın. Yanacaq, oyuncaq düzdür. Qazan, badımcan, əvvəlcə heyciyə ayır balam. Sonra da sətirdən sətrə keç. Zənci belə keçənməzsən, çəhrayını da belə saxlaya bilməzsən. Elə B variantı. Lobiya da bunlar da düz keçiblər. Lobiyada əslində bunu səhv keçiblər, bunu düz keçiblər. Bizə də hər ikisində səhv keçirən lazımdır. Hər ikisi səhv olan da B variantıdır. Əlamət bildirən sözlər hansı suallara cavab verir, necə, nə cür, hansı? Yəni D variantı. Uşaqlar 5-ci sual. Deyir, aşağıdakı əlamət bildirən sözlər arasında məntiqə əlaqə əsasən gözəl, çirkin, arıq, kök. Yəni görürəm ki, əksisidir də. Mən də əksisini tapmalıyam. Yumru, narıncı, şirəli hansına aiddir uşaqlar? Portağala. Cümlədə əlamət bildirən söz seçin. Uca dağların başı qarla örtülü idi. Deməli, hansıymış? Uca. Yəni onun əlamətini deyir ki, ucadır. Şirin alma birləşməsində əlamət bildirən söz hansı məna növündədir? Şirin nəyi bildirir? Əlbəttə ki, dadını. B variantı. Sonra fakt olan fikirlər seçin. Azərbaycanın paytaxtı Bakı şəhəridir. Bu bir faktdır. Hamı bahar fəslini sevir. Bu bir yanaşmadır. Bizlik deyil. Hər kəsin bir yanaşması var. Voleybol maraqlı oyundur. Bu da hər kəsin bir yanaşması. Amma balıqlar suda yaşayır. Bu bir faktdır. Verilmiş cümlənin fakt yoxsa münasibət olduğunu qarşısına qeyd edin. Məncə Azərbaycanda bir çox idman növü sevilir. Məncə görsən yanaşmadır. Bu münasibətdir. Azərbaycan əlifbasında 32 hərf var. Bu da faktdır. Yəni dəqiq məlumatdır. Sonra deyir ki, nöqtədən yeni uyğun gələn hərfi yazın. Tütək, zürafə, mübahisə, bulud, müasir, kompüter. Yəni ki, uşaqlar bu həmin hərflərdə qeyd edirsiniz. Sonra dialoqun qarşısında dediyi hansı işlərə qoyur? Defis. Uşaqlar 3. Salam, Rəna. Salam, Nərgiz. Necəsən? Rəna. Çox yaxşı. Sən necəsən? Yaxşıyam. Çoxdandır səni görmürəm. Bəli, dərslərim çox olduğu üçün görüşə bilmirik. Həmin durğu şərtlərində qeyd edirsiniz. Çalışma 5. Deyir zamanla, hərəkətin zamanlarını. Gördü, keçmiş zaman. Baxacaq, gələcək zaman. Yazın, indiki zaman. Siləcək, gələcək zaman. Suladı, keçmiş zaman. Təmizləyəcək, gələcək zaman. Getdi, keçmiş zaman. Oturur, indiki zaman.
Mən inanıram ki, siz hamınız bunu çox rahat yazacaqsınız. Sonra digər test. Səhv yazılmış söz hansıdır? Nümunə, günəş, ümid, buxar. Uşaqlar, ümid yox, ümid D variantı. Hansı söz keçmiş zamandadır? Oxudu B variantı. Tullamaq sözü hansı variantda gələcək zamanda verilib? Uşaqlar, tullanacaq, yəni hələ gələcəkdə. Hansı keçmiş zaman sualdır? Nə edəcək gələcəyin sualdır? Nə edir indiki? Nə etdi? Keçmiş. Nə edər? O da gələcəkdir. Əks mənalı olsun, gələcək zamanda olan sözlər olsun. Bax, oturacaq, duracaq bir-birinin əksidir və gələcək zamandadır. Nəhəng C hərfi ilə yazılır. Yəni C variantı. Deyir, hansı sözdə çoxluq bildirən hissəciyimiz nə idi? Lar-lər. Şkaf təkdədir, qulaq təkdədir, gülər insan adıdır. Mağazalar, lar-lər çoxluq bildirən mağaza sözünə lar-lər artırdıq. Yəni C variantı. Sonra, deyir, hansı cümlə fakt bildirir? Arılar uçan həşəratlardır. Elə variant. Məncə ən dadlı yeməyi münasibətdir. Fikrimcə münasibətdir. Yarışda bizim komanda qalib olacaq. Bu da bunun münasibətidir. Elə A variantı faktdır. Deyir, cümlədə neçə vergül buraxılıb? Lalənin anası, bacısı, atası, qardaşı birlikdə dəniz kənarına getdi. 3 dənəsi B variantı. Bu sonuncudan başqa yenə sadalanma olsaydı, qardaşından sonra da vergül qoyardınız. Əmr cümləsinin sonunda hansı işarə qoyulur? Əlbəttə ki, nöqtə uşaqlar. Hansı nida cümləsidir? Elə sənə baxın, nida sonunda. Ura, nə gözəl xəbərdir. Hiss və həyəcanla yüksək intonasiya deyirsə, nida cümləsidir. Aldıqlarımı geri qaytar. Əmr. Sənin bacın var. Sual. Amir dərslərini yaxşı oxuyur. Nəqli cümlə. Sonra düz yazılan söz hansıdır? Baxın. Gülünc C yazılmalı idi, səhvdir. Konfet desəkdə konfet yazılır, səhvdir. Dost desəkdə dost T yazılır, elə B variantı. Nöqtələrin eyni uyğun gələn hərfi uşaqlar tüfəng, yəni C variantı, C. Əhəng, burada da C, çələng, C, ahəng, C. Yəni C yazılır. Deyir, nöqtələrin yeni sözə yazın ki, əmr cümləsi. Kitabı masanın üstünə qoy. Otağı tərk edəndə qapını örtün. Görüşə gecikməmək üçün evdən tez çıx. Hazırladığın saytları bir də göstər. Belə. Sonra çalışma 3. Sözləri uyğun zamanda işlətməklə cümlə. Bugün günəş çıxıb. Dünən Nərgiz dərsə getdi. Sabah qar yağacaq. Siz indi tam şəkildə yazarsınız. Firuzə suallara indi cavab verir. Sonra çalışma 4. Çoxluq bildirən hissəcinin altına xətt çəkin. Uşaqlar həyətdə oynayırdılar. Sonra kitablar masanın üstündə qalmışdı. Bütün otaqlar səliqəyə salındı. Samir oyuncaqları ilə oynayır. Yəni lar-lər altından xətt çəkirik. Belə bir maraqlı crosswordumuz var. Deyir, həmin sözləri, biz həmin bu crossworddakı bu sözləri tapacağıq. Deyir, ananın oğlu sənin nəyindir? Bu niyə branchda olub? Q, A, R, D, A, Ş, qardaş. Deyir, pomidora aid olan əlamət bildirən söz hansıdır? Üçüncü. Qırmızı. Sonra, yuxarı sözün əks mənası nədir aşağılar? Əlbəttə ki, aşağı. Görək nə gəlir başımıza. Aşağı. 5-ci sual nədir? Uzaq məsafədə olan biri ilə danışmaq üçün istifadə edilən vəsitə əlbəttə ki, telefon, telefon. Hündürə qalxmaq üçün istifadə etdiyimiz əşya nərdivan düşünürəm. N-ə-r-d-i-v-an. Aha. Sonra 7-ci əyləşmək sözünün sinonimi oturmaq. O-t-u-r-m
Aq. Oturmaq. 8-ci sual. Turş sarı meyvə. Buna da limon düşünürəm. Limon. Limon. Sonra çoxluq bildirən hissəcik. İndi bura lar mı yazaq? Yəni uyğun gəlir. Larda, lərdə. Hansını istəsən yaz. Lar. 10-cu sual. Süd verən heyvan. Süd verən heyvan. İnək. İndi bu bizdə nə istəyirdi? Bu birincini. Gizlənən söz tap deyir. Gizlənən sözdə uşaqlar, baxın, elə budur. Qış tətili. Baxın. Bu birinci sualımızın cavabı. Gizlənən söz nə sərgər rənglərdimi? Gizlənən söz hansıdır? Qış tətili. Bu niyə bu rəngdə olub? Hə. Qış tətili. Elə tapşırıqlarımıza uyğun. Sonra keçək riyazi tapşırıqlara. Müqayisədən doğru olanlar, qırmızı səhv olanlar mavi rənglərini. Aşağılar, mən sadəcə qırmızı qı yazacağım. Siz amma karandaşla rənglərsiniz. Qı yazacağım, maviyə də m. Baxın, 73-45. Bu doğru mu işarələnib? Xeyr, doğru işarələnməyib. Ona görə nə yazıram? M. 15 doğru mu işarələnib? Bəli, qırmızı. 97 böyük olsa 29. Bu da düzdür deyə qı. 100 böyükdür 74-dən doğru yazıblar. Q hərfini yazıram, yəni qırmızı rəng çəməlisiniz. Bunu səhv işarələyiblər. 71 böyük olmalıdır. Bunu səhv işarələyiblər. 19 böyük olmalıdır. Burada 84 düz yazıblar. Qırmızı rənglərsiz. Burada səhv işarələyiblər deyə mavi rənglərik. Burada da səhv işarələyiblər deyə mavi. İndi deyək ki, verilmiş ədədləri sıralayın. Artan sırayla dedikdə kiçikdən böyüyə 4, 8, 17, 25. Yenə artan sıra dediyinə görə kiçikdən böyüyə 2, 13, 26, 34. Yenə artan sıra 3, 31, 74, 94. Yenə artan sıra azdan böyüyə 21, 50, 62, 94. Burada da aşağılar azalan sırayla deyil, yəni böyükdən kiçiyə doğru. 74, 33, 21, 19. Burada da yenə 74, 62, 31, 14. Yəni böyükdən kiçiyə düzürük. Burada yenə 57 böyükdür, 24, 16, daha sonra 10. Burada da 70, 57, 43, 35. Bu şəkildə də düzürük. Sonra deyir ki, hesablayın. Hesablayaq. 23 üstə 7. Aşağılar bax 3 üstə 7, 10, 0 yazsam 1 yadda. 2 idi, 1 də yadda 36, 3 üstə 1, 4, 6 üstə 5, 11, 1 yazsam 1 yadda. 4-ün üstü 7, 1 də yadındaydı 8. 4-ün üstü 7, 7-nin dözü 8, 7 üstə 5, 12, 2 yaz 1 yadda, 8, 1 də yadda 9. 10 eləyir 0 yaz 1 yadda, 6 üstə 1, 7, 1 yadda da 80. 5 üstə 0, 5, 5 üstə 2 də 7. Burada da hesablayırıq aşağılar. 0-dan 7 çıxa bilmirik. 9-dan 1 onluq veririk. 10. 10-dan 7 çıxırsan 3, 8-in özü qalır. 5-dən 7 çıxa bilmirsən. Yenə 3-dən 1 onluq verirsən. Oldu 15. 15-dən 7 çıxırsan 8, 2 qalmışdı. 2-dən də 1 çıxanda 18. 4-dən 2 çıxırıq 2, 2-dən 1 çıxırıq 1. 2-dən 6 çıxa bilmirik. 3-dən 1 onluq veririk 12. 12-dən 6 çıxanda 6. Burada da 3-dən 1-ni vermişdi, axı 2 qalmışdı. 2-dən 7 çıxmaq olmur. 7-dən 1 onluq veririk 12. 12-dən 7 çıxırsan 5. 1-in vermişdi, axı 6. 6-dan da 1 çıxırsan 5. 3-dən 5 çıxa bilmirsən. 13-dən 5 çıxanda 8. 3-ün 1-ni vermişdi, 3 qalmışdı. 3-dən də 1 çıxanda 2. 6-dan 3 çıxanda 3. 3-dən də 2 çıxanda 1. Bu şəkildə hesablarsınız. Sonra deyir ki, ədədlərdən ən böyüklə ən kiçiyin fərqindən 5 var. Burada ən böyüyümüz hansıdır? 90. Ən kiçiyimiz hansıdır? 13. 90-dan çıxırıq 13. Nə qalacaq uşaqlar? Siz alt-alta hesablayın. Alt-alta hesablayanda qalır 77. Və bundan 5 vaid böyük olan ədəd dediyinə görə bu deyəcək 82. Siz özünüz alt-alta yazıb hesablarsınız. Sonra keçirik suallara. Deyir 15-dən əvvəlki ədədlə. Nə gəlir 15-dən əvvəl? 14. 24-ün müqayisəsi verilsə,
Əlbəttə ki, hansı da uşaqlar B variantı. Hansı sıra artan sıra ilə düzülüb? Demişik, artan nədir? Kiçikdən böyüyə. Baxıram, görüm hansı kiçikdən böyüyə düzülüb. Baxın, 17, 35, 50, 63. Elə C variantı. Sonra deyir, kvadratın yerinə hansı ədəd yazıla bilməz. Elə yazmalıyıq ki, 34 böyük olmalıdır. 47 yazsaq, bu böyük olacaq. 33 yazsaq, yazıla bilməz deyir. Hə, deyirəm, axı hamısı uyğun gəlir. Bunlar yazıla bilər. 47 yazsaq, işarə bu tərəfə çevriləcək. Elə A variantı. Çünki yazıla bilməz soruşur. Aşağıda deyir, 9-un qat deyəndə demişdim, vuracaq. 9-u 2-yə vurursan. 9-un 2 qatı, yəni ya 9 üstə gəl 9, ya da 9 vuraq 2 demək istəyir. 18. 18 ilə 8-in 2 qatı, yəni 8 dəfə 2, 16. 18-in üstə də 16 gəlirsən, eləyəcək 34. Yəni C variantı. Yəni, qat görüb də rənginiz qaçmasın. Deyir, Lamiyənin 39 nağı kitabı var. Ad günündə ona 8 nağı kitabı da hədiyyə verildi. 39-un üstə 8 gəlirik. Mən belə yazıram ki, siz də öyrəşəsiniz. 9-un üstə 7, 8, 17, 7 yaz. 1 yadda, 3, bir də yaddaymış 4. Yəni B variantı. Diqqətli olun onları hesablayanda. Deyir, hansı misal nəticəsi cüt ədəddir? 3-ün üstə 2, 5, 4-ün üstə 1, 5, 55. Nədir? Təkdir. 5-in üstə 4, 9, 3-ün üstə 2, 5, 59. Nədir? Təkdir. 8-in üstə 2, 10, 0 yaz 1 yadda, 4-ün üstə 1, 5, bir də yadda 60. Demişik, sonu 0, 2, 4, 6, 8 ilə bitənlər cüt ədəddir. 1, 3, 5, 7, 9 ilə bitənlər tək ədəddir. 4-ün üstə 3, 7, 3-ün üstə 1, 4, 47. Bu da nədir uşaqlar? Bu niyə belə oldu? Tək ədəddir. Yəni bizə də C lazım idi. Sonra 7-ci sual. Deyir, 43-dən sonraki ilk ədəd. İlk 3 ədəd hansı vermişdik? 43-dən sonra nə gəlir? 44, 45, 46. Belə variant. 54-dən 10 vahid əvvəlki ədədlə 54-dən 10 vahid əvvəlki ədəd, yəni əvvəl deyilənə görə çıxırsan. 54-dən çıxırsan 10. Qaldı mı? 44. 44 həmin ədədlə 18-in cəmi. 44-ün üstə də 18 gəlirsiniz. 12, 4-ün üstə 8 yanında 12 edir. 2 yazırsan 1 yadda. 4-ün üstə 1, 5, bir də yaddaydı 6. 62, yəni C variantı. Əli fikrində bir ədəd tutdu. Bu ədəd 35-dən böyük, 39-dan kiçik, ən böyük cüt ədəddir. Baxın, 35-dən böyük 36, 37 və 38 var. Bunların bu aralığında. Mənə də ən böyük cüt ədəd istədiyinə görə 36-nı götürə bilmərəm. 37 də təkdir. Ona görə 38 C variantı. 13 üstə 7 neçə eləyir uşaqlar? 20. 20 üstə 4, 24. 3 toplanandır da. İndi buraya deyir, yazacaq ən kiçik ədəd hansıdır? 24 yazsam bərabərdir işarəsi olar. 23 yaza bilmərəm. Çünki onda 24 böyük olar. 22 də yaza bilmərəm. Elə ən kiçik 25 yaza bilərəm bura. Sonra deyir, ədəd oxununda misalları qeyd edeyim. Baxın, görürəm ki, hamısı bu böyüklər. Bura 25, bura 30, bura 35, bura 40, balacalar 5-dir, 45, bura 50. Deməli, 3 bucaq 50-dir. 55, 60, 65 deməli çəhrayıdır. 70, 75, 80 romb işarəsidir. 85, 90 da dairədir. İndi yerinə qoyub hesablarsan. 65 çıxırsan 50. Hamısını yerinə qoyun. Bax, burada 3 bucaq 50 tapmışdım. Kvadratı 65. Qaldı mı? 15. Dairəyə 90 tapmışdım. Romba 80. 90-dan 80 çıxanda qaldı mı? 10. 3 bucaqlar biri 50 idi. 50-nin üstə də 50 nə gəldi? 100. Romb yenə 80 idi. Kvadrat 65. Burada nə qaldı? 15. Bu şəkildə hesablarsınız. Yəni, bu cədvəllə kitablarımızda çox işləmişik. 18 ilə 24-ün cəmi neçə eləyir? 42. Neçəymiş düzərinə? 74-ün üzərinə neçə gəlib ki, 83 eləyib. Tapmaq üçün sən çıxmalısan. 83-dən 74 çıx. Nə qalacaq? Orada da qalacaq 9. Sonra 39, 73. 73-dən 39 çıxdı, cəmi tap. O da neçə eləyəcək? 34. 19-un üstə də 17, 36. Bu şəkildə uşaqları hesablarsınız. Bunun hamısı azalan çıxılan fərq bunda o şəkildə. 14-dən 8 çıxırsan 6,
1 onluq verdim də, bayaq yuxarıda izah eləmişdim. 6-dan 1 çıxanda 5, 56, 25-dən 10 çıxanda 10, 43-dən 24 çıxanda 19, 92-dən 38 çıxanda qalacaq 54. Bu şəkildə hesablarsınız. Sonra deyir, məhsul ədədi tapın. 28-dən nə çıxıb 20 qalıb? 8. 49-dan nə çıxıb 29 qalıb? 20. 79-dan nə çıxıb ki 31 qalıb? Yəni çıxıb 48. Burada nəymiş ki 40 imiş. Yəni çıxmanın toplama ədədləri gələndə taparsan. 30-un üstü 10 gəl 40. 46-ın üstü 23 gəl. Eləyəcəkmi 69. Həqiqətən də 69-dan 20 çıxanda 46 qalır. 28-in üstə 40 gəl 68. Bu şəkildə hesablayın. Sonra qutuda 80 top var. Bunlardan 25'i qara, qalanlar sarıdır. Uşaqlar 80-dən 25 çıx. Qalır 55. Neçə top sarıymış? 55. Vəssalam. Yəni gözünüz qorxmaz. Sonra burada deyir ki, misalları həll edin. Həll eləyək. 14-ün üstə 44 gələndə eləyəcək 58. 28-in üstə 30 gələndə 58. 57-dən 20 çıxanda 34. 35'in 30'un üzəri 4 gələndə 87. Sonra 42. Hamısını bu şəkildə hesablayırıq. 89. Sonra 43. Sonra 59. Sonra da 61. Şəkildə hesablarsınız. Sonra aşağı keçirik testdə. Deyir, Ləmanın 12 zərli 7 sadə qələmi var. 10 cəmi neçə qələmi var? 12-dən zərlidir 7-dir. Üstə görsən də 19. 12 üstə 7, 19. Bağda 24 alma ağacı 14'ü qurudu. Uşaqlar 24 dənədən 14'ü qurudursa, yəni yoxa çıxdıq, azaldı da 10. C variantı. Çıxırıq. Deyir, hansı müsaitə səhvdir? Yoxlayaq. 9-dan 1 çıxanda elə 8, 28 qalır. Yəni elə A variantı səhvdir. Qalanlarında düz yazıblar. Sonra deyir, hesablayın. Hesablayaq. 99-dan 9-dan 2 çıx 7, 9-dan 4 çıx 5, 57. 8-in üstə 9, 17, 7 yaz. 1 yadda, 3 üstə 2, 5, 1 yadda da 67. 57, 67 hansı variantdır? C variantı. Sonra 5-ci sual uşaqlar. Deyir, hesablayın və müqayisə edin. Edək. Əvvəlcə hesablayaq. 74-ün üstə 20 gələndə 94 edir. 48-dən 20 çıxanda 25 edir. İndi hansı böyükdür? Bu birisi böyükdür. Ona görə o tərəfə işarət çəkməliyik. A variantı. Azalan 70 olarsa, çıxılan 29 olarsa, sənə deyir ki, 70-dən 29 çıx. O 0-dan 9 çıxamırsan, 7-dən 1 onluq verirsən, 10. Ondan da 9 çıxanda 1. 1'i getmişdə 6 qaldı. 6-dan 2 çıxanda 4. Yəni 41 A variantı. Məhsul tap, yenə 57-dən 35 çıxıram, 2, 22. Hansı variantdır? D variantı. Sonra 8-ci sual uşaqlar. Deyir, Frəngis 5 qutunun hər birini 3 şar qoydu. 5 dənə qutu imiş. Hərəsinə də 3 dənə şar qurub, qoyub elədi 15. Hesablayın. Baxın 4, 1, 2, 3, 4, 5, 6. Vurma ilə gələndir. 6 dəfə 4, 24. Yəni C variantı. Uşaqlar 10-cu sual. Deyir, bir qutuda 23 paxlava. Digərində isə bundan 7 paxlava çox var. Birincidə 23 dənə idi. O birində də 7 dənə çox. Yəni 23-ün üstə 7 gəlsən 30 da o birisindəymiş. İndi 2 qabda birlikdə istəyir. 3 üstə 0, 3, 2 üstə 3, 5. Əlbəttə 53. Soruşar ki, ikinci qabda nə qədər var? Onda gedib 30 götürərsən. Amma sənə ikisi bir yerdə istəyir. Yəni ki, axırıncı şərtə fikir verin. Sonra aşağıdakı topa mənə vurma əməlindən yazın. Baxın aşağıda burada neçə dənədir? 4 dənə 2. Deməli uşaqlar burada 4 dənə 2 var deyə 4 vuraq 2 şəklində yazırsınız. Yəni 4 dənə 2 var. Burada 3 dənə 4 var deyə 3 vuraq 4 kimi yazırsınız 12. Burada 2, 4, 5 dənə 3 var deyə 5 dəfə 3 yazırsınız 15. Burada da 4 dənə 5 var deyə 4 dəfə 5 də 20. Sonra vurma əməlindən istifadə edib məsələləri həll edin. Mədənə 2 kitab alarsa satıcıya neçə manat? Bir kitab 3 manatdırsa, uşaqlar 2 dənəsi neçə eləyəcək? 2 dəfə 3, 6, yəni 6 manat.
Kərim 5 yapışqan alarsa, biri neçə manatdır? 2 manat. 5 dəfə 2, 10. Yəni 10 manat ödəyəcək. Sonra 34 ədədindən rəqəmlərin müxtəlif ən kiçik 2 rəqəmi cüt ədədi çıxın. Ən kiçik 2 rəqəmli ədədimiz 10-dur. Elə bunun rəqəmləri də müxtəlifdir. Ən kiçikdir və cütdür. Elə bunu çıxaq. 34-dən 10 çıxanda neçə qalır? 24. Deyir, hansı 24 edir? 3 dəfə 8-imiz neçə edir uşaqlar? 24. Elə hansı variantdır? Elə A, birinci. 4 dəfə 4, 16. 2 dəfə 9, 18. 4 dəfə 6 da 24. Bu da elə 24. Bunu da götürəcəyik. Sonra 15 manat pulu 5 uşaq arasında bərabər bölsək, yəni 15-i bölürsüz 5-ə. 5 dəfə neçə 15 edir? 3. Hər uşağa neçə manat düşdü? 3 manat. 12-dən 4 dəfə kiçik deyir. Kiçik dediyinə görə böləcəksən. 12-ni bölürəm 4-ə, 4 dəfə kiçik deyir də 3 düşür. 5-dən 3 dəfə böyük olan. Bax, indi 3 dəfə böyük deyəndə vuracaqsan. 5 dəfə 3-ünü də eləyəcək neçə? 15. Həmin ədədlərin deyir, cəmi neçə olar? Mənim 20 qalmadı, buradan yazıram. 15-in üzərinə də 3 gəlirsən, 18. Sonra deyir, çalışma 6. 18-i 3-ə böldəndə 6 düşür. 3 bucaq 6-dır. 24-ə böləndə 5 düşür. Dairə də 5-dir. 6-nın üzərinə də 5 gəlirsən, 11. Cavab neçə edir? 11. Sonra deyir, şəklə uyğun vurma əməli hansıdır? Baxın, uşaqlar. 2, 4, 6, 8, 10. Neçə dənə gilas var? 1, 2, 3, 4, 5. Hərəsində neçə dənədir? 2 dənədir. 5 dənə 2 var deyilə B variantı. 5 dəfə 9 ifadəsinin cavabı hansı variantda düzgün göstərilir? 5 dəfə 9 neçə edir? 45. 45-də də nə var? 4 dənə onluq, 5 dənə də təklik. Elə variant. Burada çaşarsınız, birinci təkliyi verib. Diqqətli olun. Ədəd oxunda dovşanın dayandığı yerdən 3 addım sağda, bilirsiniz də bura sol, bura sağ. 3 addım sağda, 6. Dayanan ədədi neçə dəfə artırsaq, cavab 18 edir. Əlbəttə ki, 6-nı 3-ə vurursan 18 edir və ya 18-i böl 6-ya 3 düşəcək. Həqiqətən görürsən, 6-nı 3 dəfə artıranda 18 edir. Yəni, A variantı. Deyir, aşağıdakı müqayisələrdən hansı doğrudur? Baxın, 4 dəfə 2 8 edir, 5 dəfə 6 30 edir. 30 böyük olmalı idi, səhv çəkiblər. 18-i 3-ə böləndə 6 düşür, 12-ni də 2-yə böləndə 6 düşür. Bərabər olmalı idi. Bunu da səhv ediblər. 24-ü 6-ya böləndə 4 düşür, 4-ü 5-ə böləndə 20 edir. 20 böyükdür, ilə C-ni düz yazıblar. 2 dəfə 6 12 edir, 3 dəfə 6 da 18 edir. 18 böyük olmalı idi, bunu səhv yazıblar. Deyir, verilən misallardan hansının cavabı eynidir? 12-ni 2-yə böləndə 6, 8-i 4-ə böləndə 2, 18-i 3-ə böləndə 6, 15-i 5-ə böləndə 3. 6 hansıdır? 6-lar. Bax, çəhraydan dairə, yəni elə D variantı. Şagirdlər idman dərsində 3 sıra boyunca sıraya düzülürlər. Hər sırada 5 şagird var. Birində 5 dənədirsə, 3 dənəsində nə qədər eləyər? 5, 5, 10, 15 və ya 3 vur 5-im 15. Yəni D variantı. Sonra uşaqlar, deyir 12-dən sonra gələn ilk cüt ədəd. 13 gəlir, təkdir. Sonra 14 gəlir, cütdür. 2 qatı hansı vurma əməlinin hasilinə bərabərdir? 14 üstə gələk 14 eləyəcək 28. Bunun 2 qatı 28 edir. 4 dəfə 7 28 elə variant. Buna 3 dəfə 8 24 uyğun deyil. 5 dəfə 2 10 uyğun deyil. 2 dəfə 7 14 uyğun deyil. Elə hansına bərabərdir? A variantı. Deyir, aşağıdakı misalları həll edin. Sonda verilmiş fiqurların müqayisəsini aparsaq, hansı ifadə doğru olar? Baxın, 2 dəfə 3 6, 6 dəfə 2 12, 12-ni 3-ə böləndə 4, 4-ün üstə 2 gələndə 6. 3-ü 3-ə böləndə 1, 1-i 5-ə vuranda 5, 5-i 3-ə vuranda 15, 15-dən də 6 çıxanda 9. İndi, baxın, buraya yazıb 6, 9. Belə ola bilərmi? Xeyr, 9 böyük olardı. Burada yazıb ki, 6, 9. Elə hansını düz yazıb? B variantı. Burada da yenə 9, 6 səhv ediblər, səhv ediblər. Elə B variantı. Deyir, Ceyhun hər gün 2 ədəd şokolad yeyirsə, bir həftəmizdə neçə gün var? 7 gün var.
Hər gün də ikisini yeyirsə 7 dəfə ikimiz neçə eləyir? 14. Bir günə ikisini yeyirsə 7 günə neçəsini yeyir? 14. Aşağıdakı misalların hansının cavabı verilən ədəddən böyük alınır? 12 2-yə böləndə 6, 21 3-ə böləndə 7, 14-ü 7-yə böləndə 2, 18-i 2-yə böləndə 9. Hansının cavabı 8-dən böyükdür? Əlbəttə ki, D variantındakı 9. Deyir bir sinifdə 40 rəngli kağız var. Hər dərsdə 5 kağız istifadə olunur. 6 dərsdən sonra neçə kağız qalacaq? Bir sinifdə 40 rəngli kağız var. Hər dərsdə 5 istifadə olunur. Baxın aşağılar. 40-ı 5-ə bölürəm. Düşəcək 8. Deməli 40 dənə rəngli kağız 8 dərsə çatar. 6 dərsdən sonra 8 idi. 6 dərs keçdilər. 2 dərs qaldı. Hər dərsdə də 5 kağız istifadə edirlərsə 2 dəfə 5 10 eləyir. Yəni axıra 10 dənə kağız qalacaq. Sonra çalışma 2. Cavidin 50 manat pulu var. Hər gün 6 manat xərcləyir. 5 gün sonra nə qədər pulu qalır? Baxın. 6 manat xərcləyir hər gün. 5 gün sonra 5 dəfə 6 neçə eləyər? 30. 5 günə 30 manat xərclədi. 50 manatdan da 30 manat çıxanda 20 manat 5 gündən sonra bunun 20 manatı qalır. Deyir misalların cavabı tək ədəd uşaqların xanasına bu şəkildə. 23 üstə 17 gəlin neçə eləyir uşaqlar? Əlbəttə ki 30 40. Dedik sonu 0 2 4 6 8-də bitənlər cüt ədəddir. Cütdürmü? Bəli. Amma bizə tək deyir. 47-dən 12 çıxanda 5 35. Bəli. Daha doğrusu belə qoymalıydıq tək ədəddir. 26-dan 17 çıxanda 9 qalır. 9 da təkdir də. 45-in üstə 15 60 eləyir. Cütdür deyə işarə qoymuruq. Misalları həll edin. 2 dəfə 2 4, 3 dəfə 2 6, 2 dəfə 4 8, 3 dəfə 4 12, 4 dəfə 5 20, 4 dəfə 3 12, 4 dəfə 2 8, 3 dəfə 5 15, 3 dəfə 3 də 9. Sonuncu sual vardı. Deyir 2-dən 2 dəfə çox olan ədəd. 2-ni 2-yə vur, eləsin 4. 5-dən 3 dəfə böyük olan ədəd. Aha, 5-dən 3 dəfə. 5 dəfə 3 15. 4-dən əvvəl gələn cüt ədəd. 4-dən əvvəl 3 gəlir. O da təkdir. Əvvəl gələn də cüt 2-dir. 3 dəfə artır deyir. 2 dəfə 3 də eləyəcək hasil 6. Ən böyük 2 rəqəmli cüt ədədi. Ən böyük 2 rəqəmimiz 99-dur. Amma təkdir. Ondan əvvəl 98 var. Cütdür. Və 2 rəqəmlidir. İlə ən kiçik 2 rəqəmli tək ədədin. Ən kiçik 2 rəqəmimiz 10-dur mu? 10 da son 0-dır. Yəni cüt ədəddir. Yəni 11. Təkdirmi? Təkdir. Ən kiçikdir, bəli. Bunun fərqi də neçə eləyəcək? 87. Yəni doğru cavab uşaqlar neçədir? 87. Bu qədər. İnşallah hamınız üçün faydalı olmuşdur. Sağ olun, salamat qalın.